Oyunun qaydalarıyla, daha doğrusu yarışmamızın qaydalarıyla bir daha tanış olaq. Sakitliyə riayət edirik 1. Əgər davranış qaydasını pozan şagird olarsa, yarışmanı tərk etmək məcburiyyətinə qalacaq. İkincisi, sualı Murada ünvanlayırıq. Əgər Murad bilməsə, həmin sualı təkrar Yusifə verir. Yusif də bilməsə, sonra auditoriyaya verir. Sizə verirəm sualı. Əgər sualın cavabını bilsəz, demək sıranın sonuna keçirsən, bilməsəz, yerinizdə əyləşirsiniz. Və verilən suallar, təkrar edirəm, cavablandırılanda sıranın arxasına keçib yenidən cavab vermə şansı qazanırsan, əgər cavablandıra bilməsəz, yarışı tərk edirsiniz. Və sonda qalib olan şagirdlər, belə deyim, yaxşı bir alqışla mükafatlandırılacaq. Şərtlər aydındır? Başlaya bilərik? Başladıq. Mövzumuz, demək, üç qardaş nağılı, özbək nağılıdır. Murad, səndən başlayaq. Biri var idi, biri yox idi. Kim var idi? Bir ata var idi. Ata var idi, keç arxaya. Atanın neçə övladı var idi? 3 oğlu, qızı. 3 oğlu. 3 oğlu var idi, keç. Bu qardaşlar necə dolanırdı, necə yaşayırdılar? Mən kasıb idim. Kasıb idilər. Bəs bunların arasındakı münasibət necə idi? Yəni mehriban idilər, yoxsa yola getmirdilər? Mehriban idi. Mehriban idilər, keç. Gəldik. Bir gün ata evlatlarının yanına çağırdı, Məryəm nə nəsihət elədi? Mən dedi ki, bu həyatda hər şey bilmək ən vacibidir. Bizim var dövlətimiz yoxdursa, eybi yox. Əsas biz hər şeyi bilək, bu var dövlətdir. Bəli, ən böyük zənginlik var-dövlət bilgidir. Əsas buna yiyələnir. Doğru, keç. Gəldik, Murad. Gün oldu bu ailədə bir faciə baş verdi. Nə idi bu faciə? Ata vəfat etdi. Tamamilə doğrudur. Ata vəfat etdikdən sonra bu qardaşlar nə qərara gəldilər, düşündülər, daşındılar, nə qərara gəldilər? Onlar qərara gəldilər ki, biz bu şəhərdə işimiz yoxdur. Heç olmasa başqa bir yerə gedək, orada çörək pulumuzu qazanarıq. Heç olmasa çobanlıq işləyərik, nəsə işləyərik, çörək pulu qazanarıq. Çoban nökər işləyib çörək pulu qazanaraq doğrudur. Cansu, gəl qabağa gəlirik. Cansu, qardaşlar səfərə çıxdılar. Bu səfər zamanı onlar hansı çətinliklərlə üzləşdilər? Müəllim, ora getdiklərində fırtına oldu, yağış oldu, ayaqları şişməyə başladı. Tamamilə doğrudur. Çox çətin səfər keçdi. Bəs yeyəcəkləri necə idi, qidaları? Biraz çörəkləri vardı, o da bir suları da yox idi, çörəkləri də yox idi, yeməyi də yox idi. Tamamilə doğrudur. Keç. Bu çətin səfərdən sonra onları nə sevindirdi? Qabağına sevindilər ki, bir şəhər çıxdı. Tamamilə doğrudur. Keç arxaya. Yaxşı. Böyük qardaş qabaqda gedirdi və birdən nə onun diqqətini çəkdi? O dedi ki, izlərə baxıb dedi ki, buradan bir dəvə keçsin. Tamamilə doğrudur. Keçdi. Ortancıl qardaş nə dedi? Bu dəvənin sol gözü kördür. Dəvənin sol gözü kördür. Doğrudur. Bəs ən kiçik qardaş nə qərara gəldi? Mən kiçik qardaş deyir ki, bu dəvənin qucağında qadın və qadın qucağında bir uşaq. Tamamilə doğrudur. Dəvənin üstündə qadın və qucağında körpəsi bu qənaətə gəldi. Yaxşı, bunlar elə öz aralarında götür-qoy edirdilər. Bu dəm kim yaxınlaşdı bunlara? Qılıncı olan bir atlı. Bir atlı, tamamilə doğru. Yaxşı, bu qardaşlar nədən hiss elədilər ki, bu atlı nəsə axtarır? Mən oca buca baxırdı, deyirdi, görən mənim balam və arvadım hardadır? Həyat yoldaşı. Onu deyirdimi, yoxsa hərəkətlərinlə mi hiss Mən elətdirir? hərəkətlərimlə hiss edirəm. Tamamilə doğru. Hərəkətlərlə hiss elətdirir ki, bu nəsə axtarır. Yaxşı, bu atlı, Murad, qardaşlara sual verdimi ki, bəlkə mənim dəvəmi görəsiz? Yoxsa qardaşlar buna ilk öncə sual verdi? Qardaşlar ona sual verdi. İlk öncə yox, daha doğrusu ilk sual verdi ki, Qardaşlar nə sual verdi? dəvə axtarırsan. Sən dəvə mi axtarırsan? Böyük qardaş bu sualı verdi. Keç. İkinci qardaş nə sual verdi? İkinci qardaş dedi, o dəvənin sol gözü kördür. Kör idimi? Düzdür. Bəs üçüncü qardaş nə dedi? Gülər. Dedi ki, dəvənin üstündə bir qadın və qucağında bir uşaq var idi. Doğrudur. Bəs yaxşı, atlı bunlardan şübhələndi və hansı qənaətə gəldi? O üç qardaşdan soruşdu ki, siz mənim dəvəmin bütün əlamətlərini sayırsınız. Deyəsən siz mənim dəvəmi oğurlamısınız. Tamamilə doğrudur. Ona elə gəldi ki, bunun dəvəsini oğurlayıb. Dedi ki, mənim dəvəmi verin, siz mənim dəvəmi oğurlamısınız. Bəli, mənim Üç qardaş da dedi ki, biz onun üzünü də görmədik. Üzünü belə görmədik.
görməmişik. Doğru. Yaxşı, bunların arasında kiçik bir mübahisə başladı. Bunlar deyir, biz dəvənizi görməmişik. Bu da əminliklə deyir ki, siz oğurlamısınız. Bunlar gəlib kimin yanına çıxdılar? Problemi həll etmək üçün padşahın yanına çıxdılar. Atlı bunları başladı padşaha şikayət etməyə. Padşah nədən öyrətə gəldi? Padşah onun yanında işleyen şeyler dedi ki bir kutunun içinde bir şey getirsinler, onu tahmin edesinler. O şəkildə dedi ki, qutunu gətir. Bunu padşah dedi. Yanlış cavabdı Banu. Yanlış cavabdı. Təəssüflər olsun ki. Uğurlu, sən nə düşünürsən bəs? Padşah nə qərara gəldi? Qərarlar ki, mən vəzirin qulağına pısıldadı, bir bağçadan bir kağınlar gətirsin. İndi bir şey. Onu padşah və vəzirə dedi ki, gedin bağçadan kağınlar gətirin. Xeyr, sən də yanlış cavabladın. Bax, o cavabı Banu Çiçək deyirdi. Yəni bu yanlış cavab oldu. Sən onu təkrar edirsən. Demək sən onu bilmədin. İkiniz də təəssüflər olsun ki, yarışı tərk etmək məcburiyyətindəsiniz. Aysiman, əyləşə bilərsiniz siz yerinizdə. Gəldik. Aysiman, sən nə düşünürsən bəs? Padşah vəzirə açıq şəkildə dedimi ki, gel sandıqdan nar gətir falan filan, yoxsa nə dedi? Sadəcə pıçıldadı. Bəli, onu yanına çağırtdırdı, onun qulağına pıçıldadı. Vəzir bəs nə tədarük gördü? Vəzir problemi necə həll etməyə çalışdı? Mənim o qulağına pıçıldadı ki, getsin bir dənə sandığın içində, onun içine Padşah dedi bunu vəzirə. Xeyr. Aha, bu vəzirin mi planıydı? Bəli. Aha, vəzirin planı. Düzdür, padşah ona heç nə demədi. Sadəcə vəzirə dedi ki, bunu sınamaq lazımdır. İndi gəlin görək keçin. Vəzir necə sınayır? Vəzir üç qardaşı necə sınadı? Bəli, Nə gətirdi? Bir sandıqda yamyaşıl nar gəldi sandığın içində. Onu da yerə qoyan kimi yumru nar tıqarlandı oca-biza. Oyuna qoyaq. Hə, mən də. Sən belə, aha, bildin, sən tamamilə açıq olmasını bildin. Sadəcə deyəm ki, nökərlərə əmr elədi, sandıq gətirdilər. Doğru, keçdi. Yaxşı, nökərlər əlində sandıq gəldi, Zeynep, içəri girdilər. Qardaşlar da bunu sadəcə uzaqdan izləyirlər, deyirlər. Gəldilər, qoydular. Padşah sual verdi, tapın görək sandığın içində nə? Böyük qardaş nə dedi? Böyük qardaşları çox o büyük bir şeydir. Keç. Sandığın içində balaca yumru bir şey var. İkinci qardaş nə dedi? İkinci qardaşları ki, o bir nar. O 100% nar. Keç. Üçüncü qardaş nə təxmin Dedi elədi? ki, onun içində bir dənə nar var, özü də kağıt. Nar, kağıt. Keç. Yaxşı. Sandığı açdılar Yusuf. Qardaşlar haqlı çıxdı mı? Bəli. Düz mü tapmışdılar? Bəli. Keç. Yaxşı. Padşah yəni bunları sınadı və gördü ki, bunlar sınaqdan üzü ağ çıxdı. Sayalım. Bəs Atlıya nə cavab verdi bundan sonra? Atlıya cavab verdi ki, bunlar dəvənin üzünü görmürsə, bunlar necə əlamətlərini saydılar. Böyük qardaş da dedi ki, Yox, hayır, buradan. Bu qardaşların, Atlı bir söz deyirdi, qardaşlar bir söz deyirdi, düzdür? Atlı deyirdi, bunlar oğurdu, qardaşlar da deyirdi, biz səndə bənzini görməmişik, deyil mi? Və padşah bunu müəyyən eləmək üçün kimdir təqsirkar? Bunlar qardaşlar həqiqətən oğrudular ya yox, bir sınaq elədi, sınaqdan da qardaşlar üzə ağ çıxdı. İndi, bundan sonra Atlıya nə dedi padşah? dedi ki, bunlar dəvənin üzünü görmürsə, nötr saydılar. Düzgün cavab deyil, əyləş. Buyur Yusuf. Atlıya nə dedi? Onlar dedi, Atlıya dedi ki, bunlar dəvəni oğurlamayın. Tamamla dur. Get dəvəni başqa yerdə axtar. Bunlar oğru deyillər. Dəvəni başqa yerdə axtar. Məhəmməd, padşah bu qardaşlar üçün nə təşkil elədi? Çoxlu yeməklər verdi. Ziyafət verdi. Üstünə qiymətli. Ləziz olur, qiymətli olmaz. Ləziz, nə düzdürdür? Yeməklər. Yeməklər düzdürdür. Keç. Bir çeşidi olan ləziz yeməklər düzdürdür. İndi bunlar padşahla bərabər bir süfrə arxasında yeyib içirlər. Padşah başladı bunlardan soru-sual etməyə.
Yaxşı, dedi ki, siz nədən bildin ki, böyük qardaşdan soruşsan, nədən bildin ki, onun içində balaca dəyərli bir şey var? Nə cavab verdin? Mən böyük qardaş dedi ki, sandığı 2 nökər gətirirdi. Bu 2 nökər sandığı qoyarkən içində nəsə dığırlandı. Aha, yerə qoyanda hiss elədim. Mən də bundan bildim ki, içində nəsə dəyərli bir şey var. Yumru bir şey var. Yaxşı, o nökərlər o sandığı gətirəndə kənardan necə təəssürat bağışlamışdı? O sandıq ağırdı yoxsa yüngül? Mən yüngül. Yüngül, bəli. Onların gətirməyindən bildi ki, yüngüldür. Yerə qoyanda da gördü bir şey dığırlandı içində. Demək ki, dəyərli bir şeydir. Keç. Yumru bir şey var içində. Bəs ortancıl qardaş necə izah elədi? Nədən bildi ki, nardır? O bildi ki, onlar bağından gəlir. Aha, gələndə bağı görmüşlər. Gördülər nökərlər bağdan gəlir. Demək ki, nardır. Keç. Bəs kiçik qardaş nədən bildi ki, onun kardır? Çünki fəslin o fəsli deyil idi. Hələ narlar hələ yetişməmişdi. Tamamilə doğru. Yetişməmişdi. Narın kal vaxtıdır. Nuraydır, bəs padşaha yenə də maraq gəldi, başladı soruşmağa. Dedi ki, böyük qardaş, sən nədən bildin ki, oradan dəvə keçir? Mən dəvə ayaq üzərində idi. Aha, elə izah elədi. Dəvənin ayaq üzərində, böyük ayaq üzərində keç. İkinci qardaş necə izah elədi? Nədən bildi ki, dəvənin bir gözü kordur, sol gözü kordur? Çünki sağ tərəfdəki otlar yeyilmişdi, sol tərəfdəki otlar isə yeyilməmişdi. Keç. Bəs kiçik qardaş nədən bildi ki, qadın var qucağında da uşağı? Orada qadın oturuş və balacanın oturuş istədi. İzindən, bəli. İzdən bildi ki, bu qadın oturuşudur. Yanında da balaca bir iz. Bu nə deməkdir? Demək, uşağı da var yanında, var. Yaxşı, qardaşların ağlı padşaha heyran elədi, düzdür. Bunu necə dəyərləndirdi, qiymətləndirdi padşah? Padşah 3 qardaşın nökəri. Qiymət deməkdən xoş sözlərlə kifayətlənmədi, bahalı hədiyyələr də verdi. Tamam, nə doğrudur, keç. Yaxşı, indi gəldik nağılın təhlil hissəsinə. Biz bu nağılı öyrəndik, Cansu. Səncə bu nağılda əsas ideya, əsas fikir, və lövhəyə yazmışıq, nə idi? Yəni, bu nağıl vasitəsilə bizə nəyi çatdırmaq istədik? Səncə belə, dünyanı gəzərək öyrənmək olar. Səncə ideya budur. Bəs Turan nə düşünür? Yəni, insanın var dövləti olmasa belə, yaxşı zəkası olur. İnsanın ən böyük varı, dövləti, zəkası, yəni varı, dövləti, malı, mülkü nədir? Onun zəkası və yaşa, sən ideyana bağlı yanlış cavab verdin, Cansu, keç, təəssüflər olsun ki, sən sıranın arxasına keç, Fatimə, gəldi sən. Fatimə, nağılın əvvəlində ata onlara bir nəslihət vermişdi. Bu nəslihət özünü doğrultdu yoxsa? Doğru. Özünü doğrultdu. İndi sən bura hansı atalar sözünü misal çəkərsən məsələn? Hər şeyi dərindən öyrənmək lazımdır. Bunu ata nəslihət etmişdi, elə. Atanın nəslihəti faydasını verdi mi? Verdi. İndi hansı atalar sözünü deyərsən? Mətnin ideyasına bağlı atalar sözü. Ata nəslihəti faydasız olmaz. Ata nəslihəti faydasız. Bax, böyüyün nəslihəti, böyük sözü dinləmək evlatları uç olmuş, şıxlı gələcəyə bağlı. Gördünüz mü? Yaxşı. Gəlin bir bu yarışmada qalan uşaqlar bir ürəkdən alqışlayaq. Siz bütün sualları düzgün cavablandırdınız, yarışı tərk eləmədiniz. Sizi təbrik edirəm.